Müasir insan sevgi qurmaqda çətinlik çəkir. Çünki indiki dövrdə insan münasibətləri həddindən artıq mürəkkəbləşib. Burada xəyanət də var, lovğalıq da, bitməyən gözləntilər də. Hətta çox zaman yalanlar da. Həqiqət isə birdir. İnsan sosial varlıqdır. Amma paradoks ondadır ki, ən çox da o elə özündən uzaqlaşır. Sanki başqasına yaxınlaşdıqca özünü itirməkdən qorxur. Əslində bu uzaqlaşma birdən-birə baş vermir. O, kiçik incikliklərin, qırılmış etibarların, deyilməmiş sözlərin, deyilən yalanların yığılması ilə formalaşır. Sonda insan münasibətlərdən qaçmır. Əslində o, nəticələrdən qaçır. Amma bu qaçış həm də onu başqa bir boşluqla üz-üzə qoyur. Beləliklə, insan sevgi ehtiyacı ilə yanılmaq qorxusu hissi arasında qalır. Axı həm də insan yalnız başqaları ilə münasibətdə yox, həm də bu münasibətlərin nə qədər uğurlu olması ilə insanlaşır. Mən buna həm də münasibətin keyfiyyəti deyərdim. Amma bu indiki dövrdə çox da real görünmür. Beləliklə, insan bəzən istəyərək, bəzən də istəmədən istiqamətini dəyişir. Mürəkkəbliyin içindən çıxıb daha sadə, daha aydın və daha az riskli münasibət yollarını axtarır. Yəni, insan öz bəşəriliyini qorumağa çalışır və bəzən bunun yolunu bir it ürəyində tapır. Mən Aybəniz, jurnalist fəaliyyəti ilə məşğulam, amma bu dəfəki mövzuya yalnız jurnalist kimi yox, həm də bir it sahibi. Siz necə deyirsiniz? İt yiyəsi kimi yanaşacağam. Üstəlik təkcə öz adımdan yox, bütün it sahiblərinin, it yiyələrinin hiss və düşüncələrini ifadə etməyə çalışacağam. Artıq 2026-cı ildir və görürük ki, insanlar heyvanlara, xüsusilə də itlərə maraq və diqqəti getdikcə artırırlar. Bunun səbəbi sadəcə bir trend deyil, bu insanın emosional ehtiyacları ilə əlaqəlidir. Əvvəllər itlər daha çox mühafizə məqsədi ilə saxlanılırdısa, indi onların həyatımızdakı rolu tamamilə dəyişib. Biz evimizə gətirdiyimiz bu canlıları o qədər sevirik ki, onları artıq sadəcə heyvan kimi yox, ailəmizin bir üzvü kimi qəbul edirik. Misal üçün, bu mənim itim Maksdır. Artıq 9 aydır ki, bir-birimizin yoldaşıyıq və mən onun haqqında danışanda itim demirəm. O mənim dostumdur. Bu bəzilərinə görə qəribə görünə bilər, amma heyvan sahibi olan hər kəs bu hissin nə demək olduğunu çox yaxşı anlayır. Anlamayanlar isə bunu dərk etmək üçün sadəcə bir gün belə olsa bir heyvanla həyatlarını paylaşmalıdırlar deyə düşünürəm. Əslində bu hisslər haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Çünki bu izahdan çox yaşanan bir duyğudur. Amma bugün diqqət çəkmək istədiyim məsələ təkcə sevgi deyil,
məsuliyyətdir. Çünki hər bir it sahibi bilir ki, sevgi sadəcə yaxınlıq və bağlılıq demək deyil, sevgi eyni zamanda məsuliyyət deməkdir. Nəzərə alsaq ki, biz onları seçirik, amma onlar bizi şərtsiz qəbul edirlər. Ona görə də bu sevginin qarşılığı həm də məsuliyyətlə verilməlidir. Məsuliyyət demişkən, heyvan saxlayan şəxslərlə bağlı bir həqiqət də var ki, bəzi hallarda bu məsələ fərdi münasibətdən çıxır və ictimai qaydalar çərçivəsinə daxil olur. Həmin qaydalar isə qanunvericiliklə tənzimlənir. Amma təəssüf ki, burada müəyyən çatışmazlıqlar var. Altı ildir bu var, o birisi itimində 5 ildir artıq məndədir. İki itiniz var. Bəli, bəli. Bunun adı Barbie'dir, o birisinin adı Alex'dir. Küçədə gəzirsən, uşaq qaçır, gizlənir, anası deyir ki, itivi burada gəzdirmə. Necə yəni, burada yəni gəzdirmə deyəndə ki, bunun da gəzməyə haqqı var da. Yəni, bəs biz itlərimizi harada gəzdirək? Azərbaycanda ən böyük problem bizim itlərimizi gəzdirməyimiz üçün, rahat gəzdirməyimiz üçün parklar, ərazilər yoxdur. Olmasın parklarda icazə, amma bir hissəsi heç olmasa bizim üçün ayrılsın ki, biz orada itlərimizi rahat açıb buraxa bilək. İndi bugün bilirsiniz də cərimələr haqqında dəhşət böyük problemlər yaradır. Hər itə, yəni bu itə Golden Retriever cinsi itdir. Golden Retriever cinsi itinə ağızlıq heç bir ölkədə yoxdur. Dünyanın heç bir ölkəsində. Çəkisinə görə hesablılar, amma çəkisinə görə deyil, cinsinə görə olmalıdır. Aqressiv itləri olmalıdır. Amma aqressiv olmayan itlər, əgər sahibi yanındadırsa, əlində də onun ipi varsa, onda nə üçün ağızlıq nəyə lazımdır? Hər insan öz itinin xasiyyətini bilir və ona görə davranmalıdır. Biz əvvəl xalqlar dostluğunda yaşayırdıq və xalqlar dostluğunun 50% əhəlisi ilə mən söz-söhbət yaşamışdım. Yəni mən itimi həyətdə aşağıda, böyründə bu formada durub, 4-cü mərtəbədən bir kişi çıxır, deyir ki, sənin itinin qoxusu bura gəlir. Hər gün o qədər insana söz güləşdirmək əsəblər dözmür. İndi çox şükür ki, Mərdəkanda rahat özü üçün, öz həyətimizdə. Amma ehtiyacı var da, bunun da bizim kimi ehtiyacı var. Gəzsin, görsün, sosiallaşsın, başqa itlərlə oynasın. Amma bizdə təəssüf ki... Bu məndə ikinci itimdir, artıq 3 ildir. Digər Doberman'da o da 2 il. Ümumiyyətlə 5 il. Ən çox problemlər elə hamıda olduğu kimi bu cilovsuz it gəzdirmə, ağızlıq məsələləri falan bunlarla bağlıdır. Məsələn, bu boyda Ağşəhər parkında itlər üçün ayrıca bir park ayrılsa daha yaxşı olardı. Və polislər yaxınlaşır, ağızlıq cəriməsi ilə bağlı müəyyən tədbirlər görür. Yəni bu normaldır insanların təhlükəsizliyi baxımından. Amma qanunda bəzi boşluqlar var ki, məsələn, orada yazır ki, itlər üçün xüsusi meydançalar və parklar olmalıdır. Amma yəni digər tərəfdən tələb olunur, amma bəzi infrastrukturlar yaradılmır. Ağızlıq tələb edirlər, bəli, amma başa sala bilmirəm ki, sosial itdir, təlimli itdir də. Yəni biz onsuz restoranlarda, kafelərdə rahat otura bilirik. Aqressiv itlə, yəni sosial iti, yəni bir tərəziyə qoymaq məncə düzgün yanaşma deyil. Deyirlər ki, məsələn, itlər otu, məsələn, əzir eləyir, amma itdən çox insanlar onu daha çox tapdalayır. Yəni bu boyda parkda it üçün bir dənə meydança ayırsalar çox gözəl olar. Bu həm insanların təhlükəsizliyi baxımından, həm də ki, it sahiblərinə görə daha rahat olar. Azərbaycanda ev heyvanlarının saxlanılması ilə bağlı mövcud qanunvericilik bazası sonuncu dəfə 2011-ci ildə qüvvəyə minib. Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli qərarı ilə 1982-ci ildə qəbul edilən və ev heyvanlarının saxlanılmasını tənzimləyən köhnə qərar ləğv olunub və bu sahə yeni hüquqi çərçivəyə salınıb. Həmin qanunda nəzərdə tutulan maddələrdən birində belə deyilir. Gəzdirməsi ilə bağlı müəyyən qrup, belə deyim də, heyvanlar var ki, burada artıq cilov və ağızlıq faktoru ortaya çıxır. Xüsusən iri həcmli heyvanlarda bu ağızlıq məsələsi gündəmə gəlir, hansı ki, ağızlıq taxılmalıdır bu hissədə. Amma digər hallarda isə təbii ki, cilovla söz gedən heyvanlar gəzdirilməlidir. Sadəcə mövcud Nazirlər Kabinetinin qərarında müvafiq heyvanların gəzdirilməsi üçün müvafiq ərazilərin ayrılması nəzərdə tutulur. Lakin bizdə praktikada açıq belə ərazilər
demək olar ki, yoxdur. Belə ərazilər yoxdursa da, sözgedən heyvan saxlayan şəxslər qeyd etdiyim şərtlər altında onları ümumi yerlərdə, məsəl üçün küçədə, parkda və s. gəzdirə bilər. Lakin buradakı belə deyim də istisna odur ki, bazarlardır, çimərliklərdir, ictimai yaşayış obyektlərdir. Yəni bu hissələrdə heyvanla daxil olmaq, gəzdirmək bizdə qadağan edilir. Lakin yenə deyirəm, ümumi küçədir, parkdır, cilov vasitəsilə və yaxud da iri həcmli heyvansa ağızlıq taxılmaq şərti ilə gəzdirilə bilər. Burada hər hansısa bir məhdudiyyət yoxdur. Biz itlərin gəzdirilməsi ilə bağlı parklardakı vəziyyəti də sizə göstərəcəyik əlbəttə. Amma əvvəla gəlin ondan başlayaq ki, hansı itlərə ağızlıq taxılması məcburidir? Açığı bu sualın cavabını mövcud vəziyyətə əsasən heç kim tapa bilmir. Qanunda qeyd edilir ki, kiçik itlər cilovla gəzdirilməli, iri itlərə isə həm cilov, həm də ağızlıq taxılmalıdır. Bəs yaxşı, iri itlər dedikdə hansı itlər nəzərdə tutulur? Xaricdə 1-10 kiloqram aralığında olan cinslər kiçik, 10-25 kiloqram aralığında olan itlər orta, 25-45 kilo aralığında itlər böyük, 45 və daha çox kiloya sahib olan itlər isə iri cinsli itlər hesab olunur. Ölkə qanunvericiliyində iri it anlayışı konkret meyarlarla dəqiq müəyyən edilmədiyi üçün praktikada daha çox fərdi yanaşma ilə nəzarət mexanizmi həyata keçirilir. Bu məsələ hətta o qədər fərdiləşib ki, Pekines cinsli bu itə də ağızlıq taxılmadığı üçün sahibinə cərimə yazılıb. Yaxşı, tutaq ki, bunu da kənara qoyduq. İri cinsli itlərə ağızlıq taxılmalıdırsa, pitbull cinsinə niyə ağızlıq taxılması tələb olunur? Axı pitbullar iri cins hesab olunmur. Mənə bir nəfər məsləhət vermişdi, istəyirsən insanlara qarşı mehriban olsun, sosiallaşmalıdır heyvan. Yəni biz onu nə qədər, bəzi indi insanlar onu bilir, başa düşür və yaxud da ki bilmir. İti nə qədər insandan uzaq tutsan, yəni it insanla ünsiyyət olmayan da bilmir, başa düşə bilmir ki bu insan kimdir, ya və yaxud da ki pişik kimdir, düşmənidirmi, dostudurmu, onu ayıra bilmir. Mən onu başladım halqasız gəzdirməyə, balaca olana. Buraxırdım, itlərlə oynayırdı, insanlarla yaxınlaşırdı, belə sosiallaşdı. İndiki zamanda mən onu halqasız, demək olar ki, namorniksiz buraxsam da insanlara qarşı heç bir reaksiyası yoxdur. Sonra biraz böyüyəndə, düzdür, indi bu parodanın biraz mənfi, necə deyərlər, xarakteristikalar da var ki, insanlara qarşı agresiya göstərə bilər. Ola bilər. Əslində, o ev heyvanlarının arasında deyək ki, bu xoruz, onu da döyüşkən yetişdirə bilirlər. Xoruz da atlanıb insanın gözünü çıxarda bilər. Yəni, mən demək istəyirəm ki, əslində heyvanı saxlayıb, böyüdüb, o insanın niyyətindən asılıdır. Çalışıram böyüyəndən sonra, daha gec zaman çıxardım çölə. Qaranlıq, deyək ki, qaranlıq vaxtı 11-12 insanlar az olsun. Çünki insanlar özlərin güvəndə hiss eləmir belə tərzdə itlər sərbəst şəklində gəzəndə. Bir neçə dəfə müəyyən, necə deyirlər, zamечанияlar polis tərəfindən olunub. Ağzın namornikini tax və yaxud da ki, halqasını bağla. Mən də soruşmuşam ki, deyir ki, bu böyük itdir. Demişəm ki, tamam, böyüdür, mən sizinlə razıyam. Ancaq bundan da böyükləri var. Yəni, burada standartlar olmalıdır. Bu məsələ özündə də biraz, belə deyim də, qeyri-müəyyənlik var bu iri həcmli itlər məsələsində. Çünki sözgedən qanunun 2.5-ci bəndində müəyyən cins itlər sadalansa da, konkret olaraq göstərməyib ki, bunun həcmi, çəkisi, boyu və cinsi nə olmalıdır. Lakin orada, belə deyim də, bizə bir yol göstərici kimi müəyyən cinslər yazılıb ki, hansı ki, ovçarka dediyimiz, buldog, doberman, bu tərz itlərdir. Yəni, bunu da ki, belə deyim də, hamımız bilirik ki, kifayət qədər təhlükəli itlərdir. Yəni, eyni zamanda ağızlıq olmayan da. Əslində, qanunvericilik burada, belə deyim də, biraz tam məhdudlaşdırmasa da, biraz elastik şəkildə, belə deyim də, burada, çünki elə bir it ola bilər ki, bu it normal halda, belə deyim də, saldırğan ola bilər, lakin şəxs onu o şəkildə tərbiyə edər ki, heç bir təhlükə yaratmaya bilər və yaxud da əksinə,
Elə bir kiçik bir it ola bilər, amma bu it yəni insanlara təhlükə yarada bilər. Onlara hətta digər itlərlə belə deyim dalaşa bilər. Bu da ümumi narahatlıq doğuran bir məqamdır. Buna görə də bu hissədə əslində ağızlığın olmağı kifayət qədər belə deyim də məntiqlidir. Yəni yenə deyirəm, elə bir itlər var ki, hansı ki lap xırda itlər, təbii ki, bunlarda başa düşüləndir ki, ağızlıq olmasa da, yəni qanunvericilik zaten yazıb ki, iri həcmli itlər. Yəni burada da başa düşüləndir ki, bunlar əl boyda itlərdir və bunların hər hansısa bir ağızlıq, o özləri belə deyim də ağızlıq şərait yoxdur o itlərdə ki, müəyyən o ağızlıq taxılsın. Ona görə də yəni onlarda olmasa təbii ki olar, amma onlarda da şərt odur ki, cilovun olması şərti var. Təbii ki, onlarda sərbəst buraxıla bilməz. Amma xüsusi itlər var ki, yenə deyirəm, bu pitbull dediyimiz cəmiyyətdə, bulldog dediyimiz, ovçarka dediyimiz, doberman dediyimiz bu tərz itlərdə mütləq şəkildə ağızlığın olmağı vacibdir. Pitbull əslində iri həcmli belə deyim də bir it deyil, lakin pitbull özlüyündə belə deyim də kifayət qədər problemli bir itdir. Nə mənada? Yəni istər insanlara, istər digər heyvanlara aqressiya göstərib saldıra biləcək bir itdir. Hətta xarici ölkə təcrübəsində və qanunvericiliklərində mən özüm şahid olmuşam ki, müvafiq cinayət məcəllərində həmin pitbull silah qismində tanınır. Yəni pitbulla bir şəxs gedir mübahisəyə və yaxud da davadalaşa, pitbullu qanunvericilik həmin ölkələrin qanunvericiliyi silah kimi belə deyim də anlayır və bu tərzdə belə deyim də tövsif edir. Faktlar onu göstərir ki, bu sahədə qanunvericiliyi yeniləməyə ciddi əsaslar var. Çünki hər itə eyni yanaşmağın məntiqi əsasını tapmaq çox çətindir. Çətin olan həm də başqa məsələlər var. Misal üçün insanların yanaşması. İtləri təhlükəli də, təhlükəsiz də eləyən bizik. Yeməyini yeməsən ham-ham gəlib səni yeyəcək deyən ananın övladı əlbəttə itlərə qarşı aqressiv olacaq. Onu görəndə daşlayacaq. Həmin it də belə aqressiya ilə böyüyəcək və sonra kimsə dişləyəndə yenə günahkar bu canlılar olacaq. Biz itimizi heç vaxt sevməmişik. Çünki hələ o vaxtlardan biz onu qapımızda bağlamışıq. Həmişə qabımızdakı artığı itə vermişik. Açığı, itdən əmələ gələn, it südə əmən, itə yiyəsinə görə hörmət qoyarlar. Səni it gününə qoyaram, küçük deyən təfəkkürün itlərə qarşı dəyişəcəyinə çox inanıram. Hər kəs itləri sevmək məcburiyyətində deyil, amma hər kəs bir-birinə hörmət eləməyə məcburdur. Reportajın əvvəlində də demişdim ki, bu mövzuya bu dəfə təkcə jurnalist kimi yox, həm də it sahibi kimi yanaşıram. Ona görə də fikirlərim biraz daha şəxsi və səmimi olacaq. Mənim üçün it sadəcə heyvan deyil, o bəzən insanın ən çətin anlarında yanında olan dostudur. Bugün ölkəmizdə itlərin gördüyü işlərə baxanda onların nə qədər vacib olduğunu açıq görmək olur. Məsələn, müharibədən sonra minalanmış ərazilərin təmizlənməsində, gömrükdə təhlükəli maddələrin aşkarlanmasında, sərhədlərin qorunmasında da itlərin köməyindən istifadə edirik. Yəni qısası kimsə itləri sevməyə bilər, amma onların cəmiyyət üçün gördüyü işi görməzlikdən gəlmək düzgün deyil. İtlərin xarakteri həm genetika, həm təbii ilə formalaşır. Genetika ilə itlərə keçəndə cinslərinə görə bu xarakter dəyişir. Təbii ilə formalaşması ilə isə xarakterinin bu itin sahibindən asılıdır. Yəni əsas aparıcı rol oynayır itin sahibi. İti düzgün vaxtında gezdirilməli, sosiallaşdırılmalıdır və düzgün təlim tərbiyə olunmalıdır. Düzgün sosiallaşdırılmış və düzgün tərbiyə olunmuş it ən ilk öncə itin sahibinə görə ikinci olaraq və əsas cəmiyyət üçün bizim üçün önəmlidir. Hər iti ev şəraitində saxlamaq mümkün deyil. Adətən böyük cins itlər, kanqal, alabağa, Qafqaz çobanı bunları evdə saxlamaq ev şəraitinə daha da əlverişli və uyğun deyil. Ən çox ev şəraitində saxlanılan itlər mini, kiçik porodalardır, şpiz, pudel və s. Və iri cins itlər arasında məsələn, ovçarka, golden, kanikorsa, rottweiler, doberman ev şəraitində saxlana bilər. Adətən insanlara hücum edən itlər, təlim görülməmiş və sosiallaşdırılmamış itlər insanlara hücum eləyə bilər.
Düzgün təlim olunmuş və düzgün sosiallaşdırılmış pitbull və ya doberman vətəndaşlara xəsarət göstərə bilməz. Yalnız o zaman xəsarət götürə bilər ki, vətəndaş ona hücum eləsə və ya ona qarşı təzyiq göstərirsə. Sosiallaşma itlər üçün kifayət qədər önəmli məsələdir. Təsəvvür eləyin ki, sosiallaşdırılmış pitbull və ya doberman sahibsiz itdən daha təhlükəsizdir. Yeri gəlmişkən, konkret olmasa da qanunvericilik ona görə var ki, ictimai təhlükəsizliyin qorunması təmin olunsun. Bəs yaxşı, buna görə bir tərəfdə ev heyvanı saxlayan şəxslərə ciddi qaydalar tətbiq olunur, amma digər tərəfdə küçələr sahibsiz itlərlə doludur. Məqsəd vətəndaşı qorumaqdırsa, bu ziddiyyəti necə anlamaq olar? Növbəti problem barədə danışaq. İt saxlayan hər kəs həyət evində yaşamır. Xüsusilə bina evində yaşayan insanlar üçün yeganə seçim küçə və parklardır. Amma iti parkda yalnız cilovla gəzdirmək çox vaxt onun üçün kifayət eləmir. Axı itlərin təbii ehtiyacları var. Qaçmaq, oynamaq, enerjisini atmaq istəyir. Daim bağlı vəziyyətdə gəzmək isə onlar üçün həm fiziki, həm də psixoloji baxımdan çətindir. Bugün şəhər parklarında itlərin sərbəst şəkildə qaça biləcəyi, oynaya biləcəyi xüsusi zonalar demək olar ki, yoxdur. Nəticədə it sahibləri məcbur qalıb heyvanlarını ümumi istifadədə olan ərazilərdə gəzdirirlər. Bu da tamamilə başa düşüləndir ki, itdən çəkinən ya da qorxan insanlarda narazılıq yaradır. Əslində problem yenə də balansın olmamasıdır. Çünki bir tərəfdə it sahiblərinin ehtiyacı, digər tərəfdə isə başqa vətəndaşların rahatlığı dayanır. Çox təəssüf ki, ölkəmizdə avtobus zolağı var, velosiped zolağı var, amma itlər üçün nə xüsusi zolaq var, nə də ayrıca zona. Parklarda ev heyvanlarının gəzdirilməsi üçün xüsusi ərazi olmasa da, qanunla onların park ərazilərində gəzdirilməsi sərbəstdir. Lakin bəzi hallarda biz bəzi diqqətsizliklərin şahidi oluruq. Heyvanlar ot örtüyünə və yeni əkilmiş dekorativ güllərə zərər verirlər. Bizim heyvan sahiblərindən xahişimiz budur ki, onları nəzarətsiz buraxmasınlar. Onu da deyək ki, bitkilər yeni əkildikdə biz müvəqqəti qadağan edici nişanlar yerləşdiririk. Onlar da bir müddət sonra götürülür. Bu maarifləndirici xarakter daşıyır. İt saxlamaq sadəcə hobbi deyil, bu ciddi bir öhdəlikdir, məsuliyyətdir, hətta bir növ peşədir. Əmin olun ki, it sahibi olmaq, kofe evində oturub, itlə şəkil çəkdirib, sosial şəbəkə hesablarında paylaşmaq kimi asan iş deyil. Həmin şəxslərin çiyinlərində böyük bir məsuliyyət var. Şərait olmayanda isə bu məsuliyyətin yükü daha da ağırlaşır. Bu yaxınlarda maraqlı bir xəbər qarşıma çıxdı. Bilmirəm siz görmüsünüz ya yox. Qazaxıstanın Almatı şəhərində illər əvvəl baş verən bir hadisənin xatirəsinə heykəl qoyublar. 2016-cı ildə suya düşən bir iti xilas eləmək üçün insanlar əl-ələ verib zəncir kimi düzülmüşdülər və onu sudan çıxarmışdılar. O görüntülər vaxtilə çox yayılmışdı və hamı bunu insanlıq nümunəsi kimi qiymətləndirmişdi. İndi isə təxminən 10 il sonra həmin hadisənin baş verdiyi yerdə bunu simvolizə edən bir heykəl ucaldılıb. Məqsəd də sadədir. İnsanların həmrəyliyini və heyvanlara qarşı mərhəmət münasibətini başqalarına da göstərmək. Ümumiyyətlə, xaricdə itlərə verilən dəyər təkcə belə simvolik addımlarla bitmir. Bu münasibət həm qanunlarda, həm də insanların gündəlik davranışında özünü göstərir. Məsələn, Amerika Birləşmiş Ştatlarında xidmət itləri var. Onlar görmə qabiliyyətini itirmiş insanlara kömək eləyir. Bu itlər qanunla qorunur və cəmiyyətin tam hüquqlu bir üzvü kimi qəbul olunur. Bir də məşhur Hakiko var. Yəqin tanıyırsınız. Hachi! Yaponiyada onun adına qoyulan heykəli demək olar ki, bütün dünya tanıyır. Bu da heyvanlara olan hörmətin başqa bir nümunəsidir. Yəni, qısası bir çox ölkələrdə itlərə münasibət sadəcə ev heyvanı kimi deyil, daha çox cəmiyyətin bir parçası kimi formalaşıb.
2 ildir ki, Amerikaya köçmüşəm və öz itimi Azərbaycandan Amerikaya gətirmişəm və demək olar ki, Amerikada itlərə qarşı çox pozitivdilər. Yəni onlar sevirlər, oynayırlar, sığallayırlar və bu da onu göstərir ki, itlər burada normal və qəbul olunmuş cəmiyyətin bir hissəsidir. Ən əsas qaydalardan biridir ki, deməli iti gəzdirərkən tasma ilə gəzdirmək mütləqdir. Yəni yoldan gedərkən, hansısa parka gedərkən tasma bəli mütləqdir. Amma heç bir ağızlıq taxmaq məcburi deyil. Yəni mən heç vaxt görməmişəm ki, hansısa pitbull olsun, doberman olsun, golden retriever kimi ağızlıq taxsınlar. Burada it parkları mövcuddur. Hər 10 dəqiqədən bir məsafədə it parka rast gəlmək olur və it parkları hasarla əhatə olunub ki, itlər təhlükəsiz şəkildə oynaya bilsinlər, qaça bilsinlər. Həm də hər it parkında su kanalları qoyulur, yuma məntəqələri olur və toplar da yerləşdirilir ki, itlər orada oynasınlar. Otellərin çoxusu itlərə sərbəst şəkildə daxil olmağa icazə verir. Eləcə də ticarət mərkəzə də itlər girə bilir. Yəni heç bir ağızlıq taxmaq lazım deyil onun üçün və bununla da yəni insanlar həm sərbəst səyahət eləyə bilirlər, həm də ki alış-veriş eləyə bilərlər ticarət mərkəzində. Niderlandda isə heyvanlarla bağlı yanaşma daha çox onların rahatlığına və yaxşı yaşamasına yönəlib. Yəni məqsəd sadəcə qaydalar qoymaq deyil, heyvanın özünü yaxşı hiss etməsini təmin eləməkdir. Qanunlarda əsas diqqət heyvanın həm fiziki, həm də psixoloji vəziyyətinə verilir. Ac qalmasın, qorxmasın, ağrı çəkməsin və normal davranışlarını sərbəst göstərə bilsin. Bizim qanunvericiliyimiz 1965-ci ildə Böyük Britaniyada qəbul edilmiş Bramble hesabatı əsasında formalaşmış 5 azadlıq prinsipinə əsaslanır. Bu prinsiplərə görə heyvanlar mümkün olduğu qədər öz təbii davranışlarını sərbəst şəkildə göstərə bilməli, qorxu və stressdən azad olmalı, ağrı, yaralanma və ya xəstəlikdən əziyyət çəkməməli, fiziki narahatlıq yaşamamalı və aclıq, susuzluq və düzgün olmayan qidalanmadan qorunmalıdırlar. Eyni zamanda cəzalar kifayət qədər ağır ola bilər. 2024-cü ildə hökumətin 1-ci və 2-ci kameri heyvanlara qarşı laqeydlik və zorakılıqla bağlı daha sərt qanunvericiliyi yekdiliklə qəbul elədilər. Maksimum həbs cəzası 3 ildən 5 ilə qaldırıldı. Pul cərimələri isə 19.500 avrodan 90.000 avroya qədər artırıldı. Bundan əlavə 2024-cü ildən etibarən şəxslərə heyvan saxlamaq qadağası tətbiq oluna bilər və bu qadağa hətta ömürlük də ola bilər. Əsas və məcburi olan məsələ isə heyvana düzgün qulluq eləməkdir. Yuxarıda qeyd olunan 5 azadlıq prinsiplərinə əməl olunmalıdır. Məsələn, hər il heyvanı baytara aparmaq və ya vaksin etdirmək qanuni olaraq məcburi deyil. Lakin heyvan xəstə olduğu halda onu baytara aparmamaq artıq qanun pozuntusu sayılır. Heyvanın xəstə qalmasına laqeyd yanaşmaq olmaz. Ona mütləq tibbi yardım göstərilməlidir. Sahib heyvana düzgün tibbi qulluq təmin etməyə borcludur və bu öhdəliyə əməl eləmədikdə məsuliyyətə cəlb olunur. Mənim siz tamaşaçılara çatdıracaqlarım bu qədər idi, amma bir it sahibi olaraq yerinə yetirməli olduğum hələ öhdəliklər var. Bu əslində mənim də ürəyimdən keçəndir. Mən həm də onunla sanki daha ürəkli oluram. Lap it ürəkli.